Bugün nədən danışmaq istəyirəm? Çox şirin bəhsdir bu. Səbrin müsbət təsirləri, ümumiyyətlə insan ruhunda səbrin təsiri haqqında danışmaq istəyirəm. Biz nəyə həmişə diqqət edək ki, səbirli olaq? Bunun haqqında danışmaq istəyirəm. Xahiş edirəm ki, İmam Hüseyin məclisində bu mövzuya biraz çox diqqət edək. Hud surəsində ayələr var, insanı xarakterizə eləyir. İnsan necə varlıqdır? Buna cavab verir. İnsan adlı varlıq necə bir varlıqdır? Allahın qiyməti dəqiq olacaq da yaradan danışır, yaratdığı haqqında. Dəqiq qiymət verəcək, dəqiq xarakterizə eləyəcək də insanı. Çox maraqlıdır ya, bu yaradanın münasibəti öz yaratdığına. Necə xarakterizə eləyərsən ilahi bu insanı? Və hansı xüsusiyyəti Allah bizdə bəyənir, hansı xüsusiyyəti bəyənmir? Gəlin belə baxaq, elə bil ki, ilk dəfədə eşidirik Allahın sözünü, insan haqqında Allah nə deyir Quranda? Bu insanı necə xarakterizə eləyir Allah? Quranda necə tərif eləyir? Necə təqdim edir? Keçirəm ayələrə. Allah kömək eləsin, çatdıra bilim. Buyurur, وَلَئِنْ أَذَقْنَا الْإِنسَانِ مِنَّا رَحْمَةً ثُمَّ نَزَعْنَاهَا مِنْهُ إِنَّهُ لَيَّئُوسٌ كَفُورٌ. Bu bir ruhiyyədir. İnsan ruhiyyəsi. Deyir ki, biz insana, qulaq asırsınız, rəhmət nazil edib, bir neymət verdikdə, sonra isə o neyməti aldıqda, verdiyimiz neyməti, insan iki hala düşür. İki hal yaranır insanda. İnsan məyus və naşükür olur. Biz insana neymət veririk, sonra verdiyimizi bir gün alanda iki xüsusiyyət yaranır insanda. Məyusluq və naşükürlük. Bir xüsusiyyət yaranır. Allah deməli bu halı məzəmmət eləyir, bu xüsusiyyəti məzəmmət eləyir, xoşuna gəlmir. Ayənin üzərində biraz dayanım. Allah ümumi bəladan danışmır, demir ki, biz insana bəla göndərəndə məyus və naşükür olur. Bəlanı açır, açıqlayır. Nə bəladan söhbət gedir? Bəla nədir bu ayədə? Deyib, bəla budur ki, biz bir neyməti veririk, almaq istəyəndə, indi istəyirəm alım da verdiyim neyməti. Bəlanı şərh eləyir. Başqa yerlərdə bəla başqa cür təqdim oluna bilər. Bu ayədə belə. Burada konkret danışır. Neymət verirəm, alıram insandan. Allah gileylənir. Mənası budur ki, əvvəl bunu deyək ki, Allah demək istəyir ki, təbiidir bir şeyi verib sonra almağım. Təbiidir. Bu təbiidən də təbiidir. Niyə görə özündən çıxmısan? Bu qaydadır, təbiidir, ən təbii şeydir dünyada. Qaçılmazdır. Niyə bu qədər narahatsan? Bu dünyada elə bir şey yoxdur ki, mən verim sonra almayayım. Bu dünyanın qaydasıdır. Bilmirsən hara gəlmirsən, 50 yaşın var, hələ bilmirsən harada yaşayırsan. 50 yaşa çatmısan, 60 yaşa çatmısan, yalab 30 yaşında, 20 yaşında hələ sənə başa salmayıblar ki, sən hansı qaydaların hakim olduğu dünyada yaşayırsan. Mən sənə deyirəm, nə versəm alıram. Bu dünya belədir. Verdiklərimin hamısını alacam bir-bir. Hamısını. Cavanlıq verirəm, alıram. Pul verirəm, alıram. Sağlamlıq verirəm, alıram. Qız böyüdürsən, ailə qurmur. Məsələn, elçi gələn yoxdur, qız istəyən yoxdur, məsələn. Neçə dəfə olur, valideyn deyir ki, dua eləyin, qızım ailə qursun, bəxt açılsın. Hərdən o qəribə dualar da istəyirlər, bəxt açan dualar. Dua eləyin. İndi bir gün elçi gəlir, qız evlənir, gedir. İndi də yoxluğuna baxır, qəmlənir, narahat olur.
Dünya budur. Başdan ayağa budur. Başqa bəlalar da var dünyada. Nəsə istəyirik, ümumiyyətlə vermir. Bu da dünyanın xüsusiyyətidir. O da çətinliyidir. Amma ondan daha ağır olan verdiyini almağıdır. Verib sonra almağı daha ağırdır. Deyim, mən verirəm neyməti. Alanda insan məyus və naşükür olur. Bu ayədə əvvəl nə demək istəyir? Demək istəyir ki, hazır ola. Verdiklərimi alacam. Hazır ol bunu. Bura belə bir yerdir. Cənnətdə yox. Cənnətdə verdimsə almayacam, artıracam. Mən bu ayəni şəhid məclislərində çox şərh eləmişəm. Deyir ki, la xavfun aleyhim və lahum yahzanun cənnətdəkilər üçün. Nə bir qorxu var onlar üçün, nə bir kədər. Təfsirçilər deyir, niyə qorxu və kədərdən danışır? Deyir, çünki dünyada bir qorxu var ki, itirəcəm hər şeyi. Bir də ki, itirəndən sonra qorxu da qalmırdı, itirdim, hüzün gəlir, qəm gəlir. Deyir, cənnətdəkilər üçün la xavfun aleyhim. Nə qorxu var, nə kədər. Çünki verilənlər alınmayacaq. İki cümlədə görün necə böyük hikmət yatır. Verilənlər alınmayacaq. Mən keçmişdə sizə çox demişəm. Cənnətin qapısında bir dənə söz deyirlər ki, insan sevincindən az qalır ürəyi partlasın. Cənnətin qapısında deyirlər ki, fədxuluha. Desəydilər, fədxuluha, daxil ol cənnətə. Bu kifayət eləmirdi insana. Ən gözəl yerə göndər onu, denən ki, milyard ildən sonra çıxacaqsan, insan qəmlənəcək. İtirmək qorxusu gələcək. Milyard ildə qalsa yenə də. Fədxuluha dalıca deyir, xalidin, həmişə qalmaq üçün. Bax, bunun sevincidir. İnsan yerə göyə sığmır. Day narahatçılıq qutardı. Nə görürsən ha? Heç bir alınmayacaq, arta gedəcək. Nə vaxtacan? Həmişə, əbədi olaraq. Danışıram, ləzzət alıram, hər dəfə danışanda. Göründü, özü necədir. Deyir, cənnətin özündən üstün neymət onun əbədiliyidir. Xatircəm ol, narahat olma. İstirabın hamısı çıxır ürəkdən. Həmişə var olacaqsan, neymətlərin də bircəsi də alınmayacaq, artacaq. Burada isə yox, bura elə deyil. Buranın qaydasını bil. Burada sən müvəqqəti qalacaqsan, özünə bir düzən ver, çəki ver, otur, düşün, ağır otur, batman gəl. Bil ki, bura dünya adlı yerdir. Bunlar buradan verdiyini alacaq, bəzən müvəqqəti, bəzən daim olaraq alacaq, həmişəli alacaq. Bəzən də müvəqqəti. Bu dünya üçün adi şeydir, bunu başa düş. Allah üçün də adi bir şeydir. Allah bunu danışır ki, bu belədir, bu qaydadır. Bir kəlmələrin üzərində dayandıram, görün necə incədir bu ayələr. Deyir ki, nəzə'naha, deyir bir şey verirəm insana, sonra qoparıram ondan. Nəzə'naha, yəni qopardıram. Yəni, yapışıb bu neymət buna. Yapışıb neymət. Canından çıxardıram, qopardıram. Əvvəlində də bilirsiniz nə deyir? Deyir, əzəqna, yəni neyməti daddırırıq. Daddırırıq. Deyir, mən bir neyməti daddırıram, sonra qopardıram. İlahi, daddırırsan, yapışıram, sonra da qoparırsan. Bəli, qayda belədir mənim bəndəm. Üzürlü say. Qayda belədir. Hazır olun, bütün insanlar, hazır olun buna. Hazır olun. Və mən nuammirhun nəkissu fil xalq qiyasında deyir. Deyir ki, biz nə qədər ki insana ömür veririk, ömrü artdıqca yavaş-yavaş nə olur? Yaradılışı zəifləyir. Gözlər tutulur, qulaq ağır eşidir. Görmüsünüz, yaşlı ki, beli bükülüb. Bir zaman sənin kimi cavan oğlan idi. Sən elə bilirsən ki, qocalar qoca gəlib dünyaya. Yox, cavan idi. Deyir, bu biz yaşadanda belə olur. Yəni, yaşadığın yeri tanı da, harada yaşayırsan. Dünya belədir. Və bunu gənclərə başa salmaq lazımdır. Ad günündə deyir 100 yaşa, 1000 yaşa. Yalandan demə bu şey. Mən keçmişdə demişəm, indi mövzu gəlib yenə təkrar edirəm. Deyir ki, bütün arzularına çatasan. Niyə alladırsan ki onu?
Necə bütün arzularıma çatasan. Bu dünyanın o qabiliyyəti yoxdur, yəni bütün arzularıma çatdırsın. Yoxdur o qabiliyyəti. Bütün arzularıma çatasan batil duadır. 1000 il yaşayasan, Nuh Peyğəmbər idi, bir dəfə yaşadı. İndi də çətin olsun elə şey. Amma əleyhissalam cavan oğlana məktub yazır, deyir, övladıma yazıram. Deyir ki, yaşlaşmış atadan öz ata xüsusiyyətlərini sayır. Kimdən kimə demək istəyir, məndən sənə də məktubda necə deyirlər? Filankəsdən filankəsə. Özünü saydıqlarını demirəm. Deyir, elə bir övlada ki, arzuların hamısına çatmayacaq. Elə bir övlada ki, o yolu gedir ki, ondan qabaq gedənlər hamısı həlak oldular. Yəni, yoxa çıxdılar da, yox oldular, dünyadan getdilər. Yadda saxla ki, getdiyin yol dünyadan gedənlərin yoludur. Sən də davamsızsan, bu yol gedirsən. Bəs belə desək, bədbinlik olmaz cəmaatda. Yox, bu bədbinlik deyil, bu reallıqdır. Reallığı gizlədək ki, bədbin olmayaq. O nə nikbinlikdir ki, yalandan qaynaqlanır, xülyadan qaynaqlanır. Sən bu reallıqda pozitiv ol. Elə bir dünya görüşünə sahib ol ki, reallığın içində pozitivlik versin sənə. Tanıya bu dünyanı, yenə pozitiv olasan. Sən niyə buna bağlanırsan ki, buna bağlanırsan, reallığın görürsən, səni qəmləndirir. Və o reallıqdan qaçmaq üçün xəyalla özü alladırsan ki, 1000 yaşa, arzular var, çat filan, niyə? Niyə görə? Bu nə pozitivlikdir? Bu pozitivlik deyil. Sən bir gün sağlamsansa, bir gün xəstə ola bilərsən, əvvəldən bil. Bunları nəzərə al. Bunu da deyim. Və ləin əzəqnəl insan minna rəhmətən. Deyir ki, biz insana neyməti daddırırıq, thumma nəzə'naha minhu. Sonra biz qoparırıq. Ay Allah, öz adıva çıxmada özü pis eləmə. Niyə deyirsən? Biz deyirən, sizə neymətlər gəlir və sonra gedir. Niyə özvə nisbət verirsən? Niyə özvə aid elirsən? Deyim, mən qopardıram. Özü niyə pis elirsən? Yox, mən olanı deyirəm. Sən elə bir düşüncəyə sahib ol ki, biləsən ki, verməyim də, almağım da sevgidəndir, mənlə pis olmayasan. Deyir, biz qocaldırıq, biz zəiflədirik, özünə nisbət verir. İlahi, bizim tutumumuz azdır, küsərik səndən. Allah deyir, uşaq olma da, uşaq olma. Quranın bu tərbiyəsi üçün ölürəm də mən. Tərbiyə edir adamı, hər kəlməsi ilə. Biz verir idik neyməti, biz də alırıq. Nəticədə nə olur? Allah insandan danışır. Deyir, iki hala düşür insan. Bir, məyus olur gələcəkdən. İki, keçmişdən naşükür olur. Verdiklərimi görmür, aldığımı görür. Naşükür olur. Gələcəklə də bağlı məyus olur. Deyir ki, mən neyniyəcəm, ay Allah, bədbəxt oldum mən. Naşükürlük və məyusluğu ateşə tutur Allah. Hədəfə alır. Məyusluğu şeytan da artırır. Şeytanın işini yadda saxlayın burada oturanlar və məni evlərdən dinləyənlər buradan qat-qat çoxdur da, şükür Allaha ki, dinləyir insanlar. Və bir-bir mənə yazırlar ki, və filan fikir belə idi. O qədər zövq alıram ki, insanlar münasibət bildirəndə, görürəm ki, deməli, diqqətlə dinləyiblər. Kəlmə-kəlmə dinləyirlər. Mən onların hamısında bunu deyirəm ki, şeytanın ən əsas işi məyusluq yaratmaqdır. Şeytanın missiyası budur. Əvvəl gündən axıra qədər sənə məyusluq aşılayır sənə, yeridir beynivə, məyusluq. Bir dənə də sizə söz deyim, şeytan gücünü axıra saxlayıb, son nəfəsimizə, can verən vaxtımıza. Bəzi şeylər var ki, yarda gücü çatmır ona, görür ki, deyir ki, eybi yox, darıxma, axırda görərsən. Nə ki gücüm var, axırda gələcəm üstüvə. Şeytan belə eləyir. Deyir, biri can verirdi, əxlaq kitablarının birində görmüşəm bunu. Can verirdi bir kişi idi, dedilər ki, denən la ilahə illallah, dedi, deməyəcəm, əsəbi idi. Ölmək vaxtı idi bu. İndi rahatlığa çıxırdım, istəyirdim nəvələrimlə oynayayım. Nəvələrimə baxım, indi ölüm vaxtı idi bu. Və belə də deyir, dünyadan köçdü.
Şeytan son anda gələcək. Nə üçün gələcək? Rəhmətdən məyus eləməyə. Bunu yadda saxlayın burada oturanlar. Şeytan gələcək ki, bizə unuttursun ki, Allah mehribandır. Hədislərə baxın. Deyir ki, gəl yanır can verənin başının üstündə. Deyir, görürsən, öldürür səni. Şirin dünyadan aparır, balaların qaldı, dostların qaldı. İndi bax, axşam yığışacaqlar. Sən eşitmirsən, o can verir. Sən yoxsan, toya gedəcəklər, çayxanaya gedəcəklər. Bax, yaduza salın o gün. Bax, görürsən, öldürür səni, aparır. Mənə itayət elə deyir, o məmətdə deyir, o məqamda deyir. Nicat verim sənə. Mənə iman gətir deyir. Deyir, insan iman gətirir, kafir olur, ölür, sonra baxır, deyir, kül sənin başı özü deyir. Elə bir varlıqdır. İnni bəri'un minkə. Bunun, yəni, mən səndən bizaram. Tərcüməsi, yəni, kül sənin başı var. Bağışlayın bu ifadəmə görə. Belə deyir. Qoyur başsız çıxıb gedir.